Paytaxtdan Bakıya uçuş İncəsənət həftə sonu Gələcəyi İndi Duy adlı İncəsənət festivalı keçirilir. Tədbir Heydər Əliyev Fondu, Ideya İctimai Birliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə baş tutur. Layihənin əsas elementi olan su motivi İçərişəhər tarixi yeraltı hamamda və Şirvanşahlar Saray kompleksində açılan sərgilərdə öz əksini tapdı. Art Weekend layihəsi çərçivəsində İçərişəhər tarixi yeraltı hamamda Axar Yaddaş adlı kollektiv sərgi keçirildi. Ekspozisiya hamam mədəniyyətinin davamlılığını dərindən araşdırır. Su, yaddaş və təmizlik mövzuları ətrafında deməli sərgi birləşir. Burada su təkcə yuyucu və təmizləyici deyil, həm də bizi ruhani mənada belə deyək də təmizləyən bir kontekstə çıxış eləyir. Yaddaş bizim hamam daxilində belə də kollektiv xatirələrin toplandığı, mərasimlərin keçirildiyi bir məkan kimi təqdim olunur. Təmizlik isə daha çox burada yenə də ruhani, daha çox sakral mənada özünü birləşdirir. Sərgiyə əməkdar rəssam Səbinə Şıxlinskaya, həmçinin gənc rəssamlar Nərgiz Ramiz qızı Aliyə Bayramova və Timur Zaripovu da bir araya gətirdi. Rəssamların video ekspozisiyalarını, yəni müasir incəsənət nümunələrini nümayiş etdirmələri üçün əla fürsətdir. Bu, inanılmaz emosional və vizual effekt yaradır. Burada işləmək, qədim divarlara toxunmaq, video proyeksiyalarımızın bu qədim enerjilərlə birləşdiyini görmək bizim üçün çox maraqlı oldu. İçərişəhərdəki digər bir tədbir isə Şirvanşahlar Sarayı kompleksində nümayiş olunan Şeh, heç vaxt olmayan səhər adlı sərgidir. Rəssam Şehi ilahi nəfəsin təcəssümü kimi təsvir edir. Şərq fəlsəfəsi ilə maraqlanıb Şeh mövzusuna müraciət etmişəm və Şeh gecə və gündüzün arasında yaranan bir andır və onu duymaq üçün həmin anda oyanmaq lazımdır və ümumi bütün bu sərgi həmin o ana həsr olunub. Sərgidə instalyasiya, yağlı boya, video animasiya və fərqli işlər var. Ümumilə bu oyanmaq mövzusu da burada əhatə olunub. Çünki həm fiziki olaraq sən elə bir an oyanmalısan ki, o şeyi görə biləsən, duya biləsən, hiss eləyə biləsən və hətta məcazi mənada da oyanmaq bir leytmotiv kimi bu layihədə gedir. Hər iki sərgi su kimi axan zamanın, yaddaşın və duyğuların bədii izahıdır. Art Weekend festivalında hər əsər bir şeyh kimi bu axarın içində öz yerini tapır. Qeyd edək ki, festival 3 gün davam edəcək. Lalə Allahverdiyeva, Emin Əhmədzadə, Aysel Abbasova, ASTV Xəbər.